Tərəzi bürcü havanın tarazlığından doğulmuş 7-ci bürcdür. Zamanın başlanğıcında tanrılar ona ədalətin tərəzisini, gözəlliyin ilhamını və harmoniyanın sirrini bəxş etdilər. Onun addımı yüngül, baxışı isə ölçülüb biçilmişdir. O, sükutda da musiqi eşidən, xaosda da nizam görən bir varlıqdır. Onun silahı diplomatiyadır, qalxanı isə zərif zəkasıdır. Tərəzi münaqişəni sevməz, amma ədalət üçün döyüşdən qaçmaz. Dostuna sülh gətirər, düşməninə isə haqqın gücünü göstərər. Onun sözü sakit külək kimi yumşaqdır, amma haqsızlıq görəndə ildırım kimi çaxar. Ədalət onun varlığının mərkəzidir. Kimin ürəyi təmizdirsə, yanında yer alar. Kimin niyyəti qaranlıqdırsa, dərhal uzaqlaşdırar. Tərəzi sevirsə, gözəllik qatar, nifrət edirsə,